Referans Medical Group'un baş sponsorluğu ilə Anam Bilər başladı. Salam, hər vaxtınız xeyir olsun. Referans Medical Group'un təqdim etdiyi Anam Bilər verilişinin növbəti buraxılışında xoş gördük hər birinizi. Bugün mütəxəssislərdən yenə də hər birimizi maraqlandıran sualların cavabını tapmağa çalışdıq. Hazırsınızsa bu həftə yayımlayacağımız mövzu başlıqları ilə qısaca tanış olaq. Həkimlər hər zaman bir yerə qədərdir. Hər şey ailədə bitir. Sadəcə proteinlə, sadəcə yağla qidalanma uşağın sağlam böyüməsinə səbəb olmur. Əksinə balta vurur. Bir məktəblinin qidalanması doğru şəkildə necə olmalıdır? 1 kilo, 2 kilo meyvəni sıxıb uşağa 1 litr meyvə suyu içirmənin heç bir mənası yoxdur ki, zərər var. Böyrək xəstəliyi və kronik böyrək xəstəliyi səssiz gedir. Böyrəyin filtrasiya sürətinin artması böyrək zədələnməsinə gətirib çıxara bilir. Qidalanma böyrək xəstəliklərinin yaranmasında nə qədər böyük rol oynayır? Fast foodda duzun miqdarı da çoxdur. Böyrək daşının da əmələ gəlməsinə səbəb olur. Bugün məktəbə qədər və məktəb dövrü uşaqların qidalanma rejimindən danışacaq. Bugünkü müsahibim Leyla Medical Center'ın pediatriya şöbəsinin rəhbəri, pediatr, neonatoloq Kamil Şərifovdur. Xoş gördük Kamil doktor, necəsiz? Salam, çox sağ olun. Siz necəsiniz? Çox sağ olun, təşəkkür edirik ki, səhhətinizlə bağlı problem olmasına baxmayaraq bizi qəbul elədiniz, müsahibəni qəbul elədiniz. Siz sağ olun, gücümüz çatdığı yerə qədər hər zaman. Övladlarımızın inkişafının sağlam irəliləməsini təmin eləmək üçün doktor, necə bir plan tutmalıyıq valideyn olaraq? Burada həm fiziki inkişafın sağlam irəliləməsi lazımdır, həm də sosial inkişafın. İndi deyək ki, bizim 2 metrə boyunda 90 kilo, 100 kilo bir dənə övladımız var, oğlumuz var, amma sosial tərəfi yetərsizdir. Olurmu? Olmaz. Olmaz. Yəni, həm fiziki inkişafın, həm sosial inkişafın düzgün təşkil olunması lazımdır. Fiziki inkişaf dediyimiz şey, yəni uşağın yeməsidir, yuxu rejimidir. Bunlar həm də sosial inkişafa da təsir. Yəni, bir-birlərini tamamlayırlar. Periodik müayinələrin olunmasıdır, vaksinasiyanın aparılmasıdır. Bunlar hamısı uşaq dönəmindən D vitamini profilaktikanın verilməsidir, periodik müayinələrin olunmasıdır. Onun xaricində artıq uşaq 1 yaşına gəldiyində buna sosial, daha doğrusu bəzən 1 yaşına gəlmədən də uşaqlar özünü göstərə bilər. Sosial sferada bir gerilik varmı, yoxmu? Psixiatrik check-upların vaxtında aparılması və ən əsası həkimlər hər zaman bir yerə qədərdir. Bir saatdan sonra yəni hər şey ailədə bitir. Ata ilə anan arasında olan münasibətlərin düzgün olması, problemlərin uşaqlara çox əks olunmaması daha doğrusu, gəlin qaynana söhbətlərin uşaqların çox hiss eləməməsi, bunlar hamısı uşaqların sosial inkişafına negativ təsir edir və bir də uşaqlar bizim etmə, eləmə dediklərimizi əsas almazlar. Əsas bizim nə etdiyimizə baxarlar. Ağıllı ol, tərbiyəli ol, bunu eləməmə kəlməsini ümumiyyətlə çox işlətməmək lazımdır. Özümüz göstərməliyik. Nəyə qadağan qoysaq, o daha çox olacaq. İnsan beyni onun arxasından gedəcək. İndi biz peyvənd etdirin deyirik. Hamı gəlib uşağına böyük çoğunluq peyvənd etdirmir. Niyə? Qarşı qoyur. Amma peyvənd etdirməyə ehtiyac yoxdur deyib 5-10 dənə ağlı başında həkim desə, başlayacaqlar ki, yox, əşkidək peyvənd etdirək. Məsəl üçün, belə bu bir olasılıqdır. Ona görə mütləq uşaqlara mütləq bizi örnək alırlar. Bunu unutmayaq. Nümunə olmalıdır. Nümunə olduğumuz müddətcə həkim siqaret çəkir, pasiyentinə deyir ki, siqaret çəkmə zərərlidir. Sual gəlir ki, sən niyə çəkirsən? İndi məsələ buradadır. Biz sağlam uşaq yetişdirmək istəyiriksə, birinci özümüz sağlam olmalıyıq. Ruhumuz sağlam olmalıdır, fizikən sağlam olmalıyıq. Sağlam vərdişlərə sahib olmalıyıq. Doktor, bir məktəblinin qidalanması doğru şəkildə necə olmalıdır? Məktəblilərin qidalanması tək məktəblilərin yox, hər kəsin qidalanması düzgün olmalıdır. Düzgün qidalanma dediyimiz şey nədir? Gündəlik protein, yağ, karbohidrat, elektrolit, yəni mineral, vitamin ehtiyacı qərəlində yaşa, kiloya görə dəyişir. Çox yesində istəmirik. Bəzən deyirlər ki, biz sadəcə ət veririk. Bu doğru bir şey deyil. Nəyə görə doğru bir şey deyil? Sən yağ vermirsən, karbohidrat vermirsən, vitamindən zəngin deyil, mineraldan zəngin deyil. Bu da doğru bir şey deyil. Sadəcə karbohidrat ağırlıqla makaron yer, kartof yer. Bu da sağlam bir şey deyil. Çünki bu B12 almır ki, dəmir almır ki, protein almır ki. Bunlar hamısı problemdir. Ya da yağı biraz verməyə insanlar vermək istəmir. Əsas bizi kökəldən qida yağ deyil. Təbii ki, yağın kalori dəyəri yüksəkdir. Yağın kökəltmə ehtimalı yüksəkdir. Əsas kilo aldıran qida fast foodlardır, karbohidratlardır, trans yağlardır. Təbii. Yəni o sonuç
Sonuç olarak termodinamikanın ikinci kanunu nedir? Enerjinin, yani yok olmaz, sıfırdan yaranmaz, bir formadan başka formaya geçir. Eğer uşaq dəngəli yemirsə, yağı, proteini, mineralı, ehtiyacı olduğu kadar vitamini, elektroliti, dəmiri dəngəli yemirsə, ya arıq zəif olacaq. Məsələ arıq ya da kilolu olmaq deyil. Məsələ keyfiyyətli olmaq deməkdir, sağlam olmaq deməkdir. Bu nə deməkdir? Sən uşaq var ki, kiloludur, iridir, çox da yer. Bu da istəmədiyimiz bir şeydir. Əsas odur ki, vitamini, mineralı hamısı dəngədə olsun. Sağlam qidalansın. İndi bəzən görürsən ki, 3 kilo meyvə yer bir uşaq. Bu da doğru bir şey deyil ki, oradan nə qədər meyvə suyları sıxıb verir. Meyvə suyu zaten şəkər yüküdür. Gündə bir dənə meyvə, gündə bir dənə meyvə yeyirsə, uşaq ekstra bir meyvə suları verməyəsə, hazır meyvə sularına nə qədər güvənərik? İndi mən də belə deyim, hazır meyvə sularına nə qədər güvənərik? Sabahlarım mənə də bir suiqəst ola bilər, amma ümumiyyətlə də, yəni mümkün olduğunca bir şeyin təbiisi varkən sünisinin arxasından Yəni getirmək təbii meyvə lazımdır. şirəsinə üstünlük verməliyimi, yoxsa ondan daha yaxşıdır meyvə? Ondan sonra meyvə verir. Meyvə yeyəndə içinin sellulozasını yeyir. Bir sürü lifləri var, bir sürü daha faydalı qidalar var da. Sadəcə şəkər suyu, biraz da vitamin deyil. Ona görə çox, bir də meyvə suyunda bəzən bir litr, 2 litr bu qədər geniş yayılıb, ən çox da analar arasında uşaqlarımıza meyvə suyu çəkib verək. O çox faydalıdır. Ablam, həftədə bir dəfə çək ver, nə olacaq? Amma o qədər də davamlı faydası hər gün yoxdur. abartmayaq da. Onu meyvə suyu verəcəyimizə meyvənin özün verək. Onun ləhli hissəsini verək, sellulozasını verək, liflərini verək. Hamısını bir yerdə dəngəli alsın. Biz az öncə nə dedik? Sadəcə proteinlə, sadəcə yağla, karbohidratla qidalanma uşağın sağlam böyüməsinə səbəb olmur. Əksinə balta vurur. Eləcə də meyvənin özün yemək varkən, o da miqdarında, gündə bir dənə meyvə yesə yetər bizə təxminən. Miqdarında yemək varkən biz 1 kilo, 2 kilo meyvəni sıxıb uşağa 1 litr meyvə suyu içirmənin heç bir mənası yoxdur ki, zərər var. Kamil doktor, sulu qidalar övladlarımızın ən çox imtina elədiyi, belə deyək, suplar həftə ərzində neçə dəfə uşağa verilməsi daha doğrudur? Məncə gündə bir dəfə vermək lazımdır. Yəni hər halükarda sulu qidalardan istifadə məsləhət görülür, şərtdir, vermək lazımdır. Çorbalar deyirik də, çorbalar. Çorbaları mütləq vermək lazımdır. Orada da atıram ki, yenə mərcimək çorbasında da karbohidrat yüküdür də, məsəl üçün deyirəm də. Davamlı hər gün mərcimək çorbası çox miqdarda yox. Qərəlində az bir miqdar ya da bizim milli borşumuz var, supumuz var. Bunları düzgün şəkildə hazırlayıb vermək hər zaman yaxşıdır. Milli borç düz deriz. Biz borcu milli eləyirik. Doktor, uşaqlarımızın sevmədiyi, amma bir valideyn olaraq bilirik ki, həmin qidalar onlara çox faydalıdır. Həmin o qidaları övladlarımıza necə sevdirə bilərik? Deməli, bizim bir dənə rezident həkimimiz var. İlk mənim yanıma gələndə bütün günü qızından şikayət edirdi. Yemək pişirdik, yemədi, belə oldu, bir sürü şikayət eləyirdi. Bir gün dedim, çox şikayət eləmədi ha. İndi biz əskərliyə gedirik də. Əskərlikdə ikinci, üçüncü tərcihimiz olmur ki, nə varsa onu yeməliyik. Qızım kotlet var, ye. Günorta yemədi. Günorta ilə axşamlar arasında yemək istəyirəm, kotlet var. Axşam kotlet var, yox onu istəmirəm, amma evdə başqa tərcihdə yox idi da, dedim olmasın. Üçüncü günü gəldi ki, artıq kotlet yeməyə başlayıbdı. Bəzən çoxluğun özü də, yəni bu uşağı neyəsə məcburluğunu demirəm ha, çoxluq özü də ciddi bir problemdir. İndi bizim evimizdə 3 dənə maşınımız var. Bir idman maşınımız var, bir cipimiz var. Bir məsəl üçün deyirəm də, bir dənə də sedanımız var. Səhər yerimizdən qalxanda dərd götürür ki, hansına minib gedəcəm. Amma bir dənə köhnə olan birimiz var, başqa heç nəyimiz yoxdur. Elə bir dərdimiz də yoxdur, sadəcə ona minib gedəcəyik. Yəni həyatda belədir. İnsanın çox seçim şansının olması bərabərində çoxlu problem gətirir. Məncə mümkün olduğunca evdə şokolad masanın üstündə durur, fərqli biçenlər masanın üstündə durur şirniyyatda. Təbii ki, uşaq kotleti yeməyəcək. Yəni mümkün olduğunca biraz minimalist yaşamaq lazımdır. Əgər uşaqlarımız da minimalist öyrənsək, sadəcə qidalanmada yox, həyatın hər mərhələsində biraz daha çox, biz ümumiyyətlə biraz göstərişi sevirik axı. Yəni biraz onu minimalizə elədikmi, məncə uşaqlarımız da düzgün böyüyəcək. Yəni yenə birinci özümüzü düzəltməmiz lazımdır. Biz düz olduğumuz müddətçi uşaqlarımız bizə örnək alacaqlar. Və inanın ki, mənim ailələrim də başdan düzgün qidalanmaya başlayıb, düzgün izləmin elədiyimiz ailələr və bizə qulaq asan ailələrin belə yemək yedi, seçdiyi kimi çox ciddi bir problemi olmur.
Bəzən seçimi uşaqlara belə deyək, buraxmamalıyıq. Yox, sabahları indi uşağa biz necədir? Rol bizim əlimizdə olacaq. Amma uşaq fikirləşəcək ki, onun əlindədir. İndi uşağın ayağına mavi ya da yaşıl ya da qırmızı naskı geyinməsinin bizim üçün bir önəmi varmı? Çorap geyinməsinin? Yox. Amma uşağın özü rənginə qərar versin. Ya da iki tərcih arasında qalacaqsa, kotlet bişirək yoxsa kiftə bişirək. Sən hansını istəsən onu bişirirəm. Da o tərcihi durub da kartof qızartması ilə kotlet eləməyək də məsələ üçün. Yəni burada o fikirləşsin ki, mən qərar verdim, amma əslində əsl siyasət bu deməkdir də. Yəni qarşı tərəf elə bilir ki, kontrol ondadır, qərarları o verir, amma arxadan sən işi götürürsən. Ata-ana belə olmaz gərəkir, siyasətçi olmaq gərəkir. Doktor, bir çoxumuzun uşaqlarımıza belə deyək, reseptsiz verdiyimiz vitamin və qida əlavələri uşaqlarımızın inkişafına nə qədər önəmlidir? İndi ümumiyyətlə vitaminlər mövzusunu bir başdan əl alaq. Vitaminlər iki qrupa bölünür. Suda əriyən vitaminlər, yağda əriyən vitaminlər. Suda əriyən vitaminlər zaten bədəndə depolanmır, B12 xaric. Artıq aldığı vitaminin hamısı bədəndən atılır gedir, heç bir şəkildə depolanmır. Bu B qrup vitaminlərdir, C vitaminidir. Gündə bir meyvə yeyir, balaca bir sos çörək yeyirsə zaten bir uşaq hər hansı bir mədə bağırsaq ciddi problemi, malabsorpsiya problemi yoxdursa zaten bunda B qrupa, C qrupa çox ehtiyac qalmır. Dediyim şəkildə qidalanırsa. Qalır yağda əriyən vitaminlər və B12 vitamini. A vitamini, E vitamini, K vitamini bunlar yağda əriyir, amma bunların defisiti ilə mədə bağırsaq sistemi düzgün işləyən, xəstə kistofibroz deyil, bağırsağın bir hissəsi əməliyyatdan çıxarılmayıb, yəni konjenital ya da qazanılmış qısa bağırsaq sindromu deyil, hər hansı bir malabsorpsiya sindromu yoxdursa, sovrulma problemi yoxdursa, bunlara da gərək yoxdur. Geriyə qalır nə? Dəmir, B12, D vitamini. D vitamini ilk bir ildə veririk. Sonrasında da zaten D vitamini fərqindəliyi çox üst səviyyədədir. Vaxt aşırı baxılır, ehtiyac olanda da kontrollu şəkildə verilir. Dəmir, vaxt aşırı baxırsan, verirsən. B12 vitamini, vaxt aşırı baxırsan, verirsən. Yəni, kontrolsuz mən multivitamin alacağım, mənim nə bilim, immunitetim güclənəcək, az xəstələnəcəm. Bunlar biraz, birisi necədir? Elmi əksini çox da tapmamış. Sadəcə vitamin, yəni həyat amini deyib hər kəs verirlər də. Amma çox da elmi əsası olmayan bir şeydir. Əgər uşağımız az xəstələnməsini istəyiriksə, çoxlu antibiotik almasını istəmiriksə, o zaman eləyəcəyimiz yol, gedəcəyimiz yol çox bəllidir, dəqiqdir. Vaxtında vaksinasiya elətdirəcəksən, düzgün qidalandıracaqsan, yuxu rejimi düzgün olacaq, televizorun, telefonun qabağında çoxlu buraxmayacaq. Əgər biz bunları eləyiriksə, problem olmayacaq. Yəni bir şəkildə, bir də ən əsası genetika deyilən bir şey var da, genetikada sağlam olması lazımdır. Genetikamızda sağlamdırsa, problem yaşamayacağıq. Amma bunların hər hansı birində problem varsa, istəyirsən ovucun içində saxla, yenə bir problem illa da çıxacaq. Kamil doktor, qidalanma zamanı uşaqlarımızın diqqəti bilirik ki, rəngli oyunlara, planşetlərə, telefonlara daha çox yönəlir. Onların diqqətini yeməyə yönləndirmək üçün valideyn olaraq hansı metodlardan istifadə edə bilərik ki, onları məcbur etmiş olmayaq? Bu xüsusilə gənc ailələrin, biraz daha sosial ailələrin problemidir. Uşaq yemək yemir, yesin deyə tabletlər, telefonlar önündə olur, cizgi filmi ilə. Sadə bir misal verim. İnsan yemək yeyib doyanda bir mutluluq hissi olur. Beyində dopamin miqdarı artır. Başqa bir misal verim. Bir uşaq çişin eləyir, bitirəndə bir mutluluq hissi olur. Kakasını eləyir, bitirəndə bir bitirmənin verdiyi mutluluq hissi olur da. Bir imtahanı verir, bitirir, sonunda mutluluq hissini yaşayır. Yeməkdə də az öncə dediyim kimi, yeyib bitirdiyində mutluluq hissini yaşaması lazımdır. Dopamini alması lazımdır beyində. Telefona baxanda o doyma hissini hiss eləmir. O necə ki kakasını çişin bitirəndə bir imtahandan başarı ilə çıxanda o mutluluq hissini yaşamır. Bu uşaqlarda ya qidalanma ciddi şəkildə problemlər olur, ya arıq olurlar, ya dəngəsiz qidalanırlar, daha çox da şişman olurlar gələcəkdə. Bugün arıq ola bilərlər, gələcəkdə şişman olurlar. Ona görə uşaqlarımız bir öynə gec yeyə bilər, iki öynə gec yeyə bilər. Məsələ nədirsə bilirsizmi? Uşaq istədiyi qədər yeməlidir. Sizə zorla mən yemək yedirtməyə çalışsam, xoşunuza gələrmi?
Xeyr, xoşunuza gəlməz, amma biz uşaqların öz öhdəsinə buraxsaq. Yox, uşağın öz öhdəsinə buraxacaqsın. Biz uşağın böyüməyi... Bir qaşıq yedi, doktor, necə olacaq? Demək ki, onun ehtiyacı bir qaşıqdır. Əsas məsələ nədirsə bilirsizmi? 1 yaşında bir uşaq gəlir, 9 kilo 11 kilo arasında bir çəkisi olması lazımdır. 9 kilo yarım, 76 santim boyla, 46 santim baş çevrəsi ilə gəlibdir. Deməli, sən bu uşağı çox böyütmənin mənası yoxdur. Genetika deyilən bir şey var. Sən kontrolsuz verirsən, günümüzün bəlası obezitədir. O yağ hüceyrəsi yaranır. Sonra orada yaranan o hormonlar dəngəni pozur. Sonra da 10 yaşında gəlsən ki, bu şişmanlığı, nə bilim, mən idmana geçsin, arıqlasın. Arıqlayamayacaq. Ona görə başdan o günü də fikirləşmək lazımdır. Bu kələbək etkisi deyirlər də. Yəni kələbək etkisini o qıvılcımı başlatmamaq lazımdır. Tamam. Ona görə uşağın ehtiyacına görə yeyəcək. Biz bir kərə az öncə dedik ki, minimalist oluruq. Çeşid çox olanda masanın üstə şirniyyat varkən o kotleti yeməyəcəm. Biz də yemirik də, məsələ üçün deyirəm. 2, kotletdir, yeyirsən budur, yemirsən, tamam, demək ki, acmamısın. O acanda, şəkəri düşəndə evdə nə varsa, nə tapsa onu yeyəcək. Yəni, ona görə birinci yenə biz özümüzü düzəltməmiz lazımdır. Yəni, biz hər şey, ehtiyacı olmayan bir adama bir şey verəndə o dəyərsiz olur. Sizin evdə 3 dənə maşın var. Mən də gətirib sənə bir köhnə 11 verirəm. Hədiyyə edirəm doğum günündə. Deyirsən ki, 3 dənə bahalı maşın varkən, mən nə neyirəm, bunu doktorun da niyə verdi? Amma heç nə yoxdur. Sən gətirirəm, səhər avtobusda, bir də yayda da kondisioneri yandırmırlar, hamının tər qoxusunu çəkə-çəkə gəlirkən işə, bir dənə biri gətirib sənə köhnə 11 verir. Allah razı olsun deyirsə, öpüb gözümüzün üstə qoyuram. Bu iş belədir. Uşağın da ehtiyacı yoxkən məcbur eləməmək lazımdır. Bir də səhv eləməyən insan həyatda dərs çıxarda bilməz. Yəni uşaq da bir yerlərdə bir şeyləri səhv eləməsi lazımdır. Sadəcə kontrol bizim əlimizdə olması lazımdır ki, gələcək həyatın məhv edəcək səhvlər eləməsin. Yəni ona görə yeməyəcək, bir gün şəkəri düşəcək, 2 saat ac qalacaq. Zaten çətinlik böyük insanları çıxardır. Çətinlik görməyən insan daha da başarılı olmaz ki. Mümkün deyil yəni. Beynimizi bizim işlətməmiz üçün bir yoxluğu görməmiz lazımdır. Bir o sərhədləri, o maşın sürəndə qaza basırlar, görüm hara qədər gedir də, o sərhədləri Türkçədə zorlama deyirlər də. Yəni sonuna qədər sıxışdırırsan sərhədləri, görüm nə qədər olur. Uşaq da o şəkildə biraz o yoxluğu, çətinliyi görməsi lazımdır. Doktor, məktəbə qədər və məktəbli uşaqlarda ən çox rast gəlinən pediatrik xəstəliklər hansılardır? Burada uşağın yaşına görə, siniflərə görə fərqli xəstəliklərlə. Daha çox balaca yaş qrupunda, yeni məktəbə başlayan uşaqlarda, məktəbə qədər yox, ya da ibtidai sinif uşaqlarında tənəffüs sistemi infeksiyaları, mədə-bağırsaq sistemi infeksiyaları, adaptasiya problemləri, yəni psixoloji problemlərlə də çox qarşılaşırıq. Bu tərz problemlərlə qarşılaşırıq. Bunun da əsas səbəblərindən biri sosial olaraq uşağı hazırlamamaq, 2, vaxtında vaksinasiyanın düzgün şəkildə aparılmaması, immunitetin yetərsiz olması və buna bağlı çox xəstələnmələr. Daha çox bu şəkildə qalır. Yaş artdıqca xəstəliyin spektri də artır. Üst siniflərdə daha çox universitet öncəsi dönəmi olur, endişə, qayğı deyirlər də Türkçədə, problemləri ilə daha çox qarşılaşırıq. Bir də xüsusilə mən çox təəssüflə deyirəm ki, xüsusilə yeniyetməlik dönəminə girmiş qız uşaqlarında dəmir çatışmamazlığı, B12 çatışmamazlığı, raxitizm inanılmaz çox qarşılaşılır və xüsusilə ərgənliyə, yeniyetməliyə girmiş qız uşaqlarında zaten orada xüsusi adət dönəmi də başlayır. Zaten bir tərəfdən qan itirirlər bu uşaqlar, dəngəsiz qan itirirlər. Buna bağlı dəmir çatışmamazlığı, B12 çatışmamazlığı, bunun xaricində D vitamin çatışmamazlığı və ən əsası da xüsusilə yeniyetmə qız uşaqlarında adət dönəmi də başladığı üçün dəmir çatışmamazlığı, B12 çatışmamazlığı, yəni disregulyar deyirik də, bu adət prosesi, buna bağlı ağırlaşmalar. Təbii ki, pediatri uşaq deyilmi? 18 yaşından tamamlanmış hər kəs uşaqdır da. Bunlarla qarşılaşırıq. D vitamini çatışmamazlığı, fol turşusu çatışmamazlığı, bunlar da çox qarşılaşırıq və daha çox da mən öz şəxsi praktikamda qız uşaqlarında daha çox qarşılaşıram. Bir də diqqətdən hipotiroidlər qaçır. Zob, Hashimoto xəstəliyi kimi xəstəliklər qaçır ki, bunlarla da çox qarşılaşır. Özəlliklə halsızlığı, yorğundur, dərsini oxuya bilmir, adaptə ola bilmir, fikrini toplaya bilmirsə, mütləq D-sinə, B12-sinə, foluna, dəmir depolarına, dəmirin özünə yox, yəni ya dəmirlə bərabər dəmir aclığına, ya depolara və tiroid funksiyalarına mütləq və mütləq baxmaq lazımdır. Bunları da çox atlanır, çox təəssüf ki və böyümə çağında bunlar, yəni
uşaq kubikləri üst-üstə yığır da. Böyümə çağında bunların vaxtında yerinə qoyulmaması gələcəkdə orqanizmin düzgün formalaşmamasına gətirib çıxardır. Elə bir fundamentin möhkəm olması, zəminin möhkəm olması lazımdır. Çox sağ olun doktor, təşəkkür edirik bugünkü ətraflı dolğun müsahibə üçün sizə. Çox sağ olun, biz sizə təşəkkür edirik. Sağ olun. Sağ olun. Bugünkü maraqlıdır rubrikamızda körpələr və uşaqların qidalanmasından danışacağıq. Uşağınız 1 yaşında artıq özbaşına qida qəbulunu öyrənir. O yeməyini sizin kimi çeynəyir və bu səbəbdən ailənin digər üzvləri ilə eyni yeməkləri yeyə bilər. Bəs 1-2 yaşlı uşaqların qidalanması necə olmalıdır? 1 yaşında bərk qidalar, o cümlədən sağlam qəlyanaltılar uşağınızın əsas enerji və qida mənbəyidir. O gün ərzində 3-4 dəfə təxminən dolu fincan qədər və arada 1-2 dəfə yüngül yemək arası qidalar da qəbul edə bilər. Uşağınız ən az 2 yaşına qədər onu istədiyiniz qədər ana südü ilə qidalandıra bilərsiniz. Zərərli yeməklər və sərinləndirici içkilər vermək olmaz. Bu yaşda ana südü ilə hələ də mühüm qidalanma və xəstəliklərdən qorunma təmin olunur. Lakin ona verdiyiniz digər qidalar körpənin əsas vitamin və enerji mənbəyinə çevrilir. Əvvəlcə hazırladığınız digər qidaları, sonra hələ də əgər acdırsa, ana südü verə bilərsiniz. Uşağa veriləcək qidalar. Uşağınız hər şeyi yeyə bilər. Ona görə də ailənizin yediyi bütün yeməklərdən ona az-az verə bilərsiniz və tədricən yeni təamlara öyrəşdirə bilərsiniz. Hər bir yemək vitaminlərlə zəngin olmalıdır. Gündəlik menyuda heyvan mənşəli qidaların, yəni süd və süd məhsulları, yumurta, ət, balıq və quş əti kimi üstəgəl paxlalıların, yəni noxud, mərcimək və ya qoz fındıq, portaxal və ya yaşıl tərəvəz və meyvələrin olmasını təmin edə bilərsiniz. Enerji üçün onun yeməyinə biraz yağ və ya quyruq qata bilərsiniz. Uşağın yeməklər arası qəbul etdiyi yüngül qidaların da təzə meyvə kimi sağlam mənşəli olduğundan əmin olmalısınız. Nə qədər qida verək və hansı tezliklərdə deyirsinizsə, körpə gün ərzində 3-4 dəfə tam dolu olmayan fincan qədər arada 1-2 yüngül yemək arası qidalar da qəbul edə bilər. Əgər körpə ana südü almırsa, daha tez-tez qida qəbul etməlidir. 1 yaşa yaxın, yəni təxminən yeriməyə başladığı vaxt uşağınız gündə 4-5 dəfə yemək və 2 dəfə sağlam qəlyanaltı qəbul etməlidir. Süd məhsulları uşağın gündəlik yeməklərinin vacib hissəsidir. Ona gündə 1 və ya 2 fincan süd verə bilərsiniz. Körpə üçün məsləhət görülməyən qidalar, fast food, yəni tez bişən qidaları və sərinləndirici içkiləri vermək məsləhət görülmür. Xırdıldayan çərəzlər, peçeniyə, tortlar, qazlı sular və şinyat kimi fabrik istehsalı olan qəlyanaltılar onların səhhəti üçün bildiyimiz kimi çox zərərlidir. Uşağın yeməklər arası qəbul etdiyi yüngül qidaların da təzə meyvə kimi sağlam mənşəli olduğundan əmin olmalısınız. Nə qədər qida verək və hansı tezliklə deyirsinizsə, körpə gün ərzində 3-4 dəfə tam dolu olmayan fincan qədər və arada 1-2 yüngül yemək arası qidalar da qəbul edə bilər. Əgər körpə ana südü ilə qidalanmırsa, daha tez-tez qida qəbul etməlidir. 1 yaşa yaxın, yəni təxminən yeriməyə başladığı vaxt uşağınız gündə 4-5 dəfə yemək və 2 dəfə sağlam qəlyanaltı qəbul etməlidir. Bugün uşaqlarda geniş yayılmış böyrək xəstəlikləri və onun müalicə üsullarından danışacağıq. Bugünkü müsahibim Leyla Medical Center nefroloqu doktor Zaur Əhmədovdur. Xoş gördük Zaur doktor, necəsiz? Salam, sağ olun, yaxşı olun, xoş gördük. Çox sağ olun, təşəkkür edirik. Zaur doktor, uşaqlarda böyrək xəstəlikləri nə qədər geniş yayılıb və valideynlər ümumiyyətlə bu riskdən xəbərdardırmı? Ümumiyyətlə uşaqlarda böyrək xəstəlikləri düşündüyümüzdən daha çox yaygındır. 10 uşaqdan birində mütləq ki, ya sidik yolu infeksiyası və yaxud başqa bir böyrək xəstəliyi mütləq rast gəlinir, aşkarlanır və bundan başqa 1 milyon uşaqda 80-120 sayda xronik böyrək xəstəliyi rast gəlinir. Bunun da səbəbi ondadır ki, ailələr bəzən çox ciddi yanaşmırlar. Bəsit əlamətlərə sonradan ciddi problemlər yarada bilir. Məsələn, uşaqlıq vaxtından sidiyə tez-tez getmə, sidiyə gedərkən yanma, sidiyindən iyi gəlməsi, sidik qaçırmalar və s. bunlara vaxtında daha çox diqqət yetirsək və erkəndən xronik böyrək xəstəliklərinin qarşısını ala bilərik.
Xronik böyrək xəstəliyi nədir? Sonradan yaranma nədir? Onu açıqlaya bilərsinizmi Xronik tamaşaçılarımız? böyrək xəstəliyi artıq böyrəyimizin 3 ay ərzində böyrək funksiyon testlərinin yüksək olması, davamlı yüksək olmasına deyirik. Bu dönəmdən sonra artıq bu bir xronik böyrək xəstəliyidir və xronik böyrək xəstəliyi təəssüf ki, geri dönən deyil. Deyil, yəni müalicəsi ömürlü deyil. Bu doğuşdan yaranma ehtimalı var bu xəstəliklərin? Var təbii ki. Bizim bir neçə uroloji xəstəliklərimiz var ki, artıq doğuşda xronik böyrək xəstəliyi ilə qarşımıza çıxa bilirlər və yaxud sonrakı etaplarda biz təkrarlayan sidik yolu infeksiyasıdır, müxtəlif uroloji anomaliyalardır. Vaxtında onların diaqnozunu qoyub müalicə etmədikdə xronik böyrək xəstəliyini gətirib çıxara bilir. Zahir doktor, ən çox rast gəlinən böyrək xəstəlikləri, daha doğrusu uşaq böyrək xəstəlikləri hansılardır və bunlar hansı əlamətlərlə özünü biruzə verir? Uşaqlarda ən çox rast gəlinən ilk sırada sidik yolu infeksiyalarıdır və ümumiyyətlə sidik yolu infeksiyaları tənəffüs yolu infeksiyalarından sonra ümumi olaraq infeksiyaların ən çox rast gəlinənidir. Və bu sidik yolu infeksiyası bu bakteriyaların sidik yollarında inkişaf etməsi ilə yaranır. Bundan sonraki etapda reflux xəstəliyi. Reflux xəstəliyi də sidik kisəsindən sidiyin geriyə doğru axmasına deyilir. Reflux, bəli, əslində, evet. Bu reflux sidiyin normalda sidik geri böyrəyə doğru geri getməməlidir. Reflux zamanı geriyə gedir və bu təkrarlayan sidik yolu infeksiyalarının bir səbəbkarıdır. Bundan sonra rast gəlinən nefrotik sindromda ən çox rast gəlinən. Nefrotik sindrom sidikdə zülal itkisi ilə gedən, ödem verən şişlə müraciət edirlər və sidik çıxışının azalması ilə gedən bir xəstəlikdir. Bundan sonraki etapda isə uroloji anomaliyalar, anadan gəlmə hidronefrozlar və yaxud nədir o hidronefroz dediyiniz? Hidronefroz dediyimiz böyrəkdən sidik axarının çıxması, ləyəndə genişlənmə, aşağıda ya darlıq varsa ona bağlı genişlənə bilir, refluksa bağlı genişlənə bilir, digər anomaliyalara bağlı ola bilir və bundan sonra polikistik böyrək xəstəlikləridir və uşaqlarda rast gəlinən digər xəstəliklər isə daş xəstəliklərdir ki, bunlar da metabolik xəstəliklərə bağlı, bəli, əlbəttə, metabolik xəstəliklərə bağlı da ola bilər və genetik xəstəliklərə də bağlı ola bilir. Çox maraqlıdır. Mən düşünməzdim ki, uşaqlarda daş xəstəliklərinə rast gəlinir. Çünki bizim bildiyimiz o xəstəliklər uzun bir yaş yetişkinlərdə bilirik də rast gəlinir. Yetişkinlərdə əsasən bu metabolik pozğunluq altda yatan ciddi bir genetik səbəbə bağlı olmur. Çünki o daha çox uşaq vaxtı araşdırırıq və daşın metabolik araşdırmasını uşaqlarda araşdırırıq. Böyüklərdə daha çox qidalanmasına fikir verməklə, mayesini artırmaqla daha çox və dərman düzəldir. Yəni burada uşaqlarda mütləq ki, altda yatan səbəb araşdırılmalıdır. Doktor, sididə tez-tez infeksiya görülməsi ciddi bir problemin xəbərçisi ola bilərmi? Ciddidir. Ailələr bəzən önəmsəmirlər çox. Ya təkrarlayan sidik yolu infeksiyasıdır. Hər dəfə bir antibiotikini alır və yaxud bizə artıq müraciət edəndə doktor, biz illərdir sidik yolu infeksiyası keçirir bizim uşaq və hər dəfə antibiotik alırıq, amma bu düzəlmir. Bunun altda yatan səbəbi mütləq araşdırılmalıdır. Bundan altından bayaq qeyd etdiyimiz sidikli sidik axarı refluksu çıxa bilir. Bundan başqa bir də uşağın disfunksional işəməsi ola bilir. Yəni bu nədir? Sidik kisəsinin normal ya hiperaktiv, tez-tez sidiyə çıxarış istəyir və yaxud hipoaktiv olması, qəbizlik və s. bunlar da təkrarlayan sidik yolu infeksiyasına səbəb ola bilir. Bəs məktəbə qədər uşaqlarda valideynlər böyrək xəstəliklərini necə vaxtında aşkarlaya bilərlər? Ümumiyyətlə, məktəbə qədər uşaqlar, belə 1-6 yaş arası uşaqlarda bəzən simptomlarını özünə
düzgün bir üzə verə bilmədikləri üçün burada valideynlərin üzərinə böyük bir yük düşür ki, onu erkən aşkarlamada. Bizim üçün əlamətlər olaraq saysaq, sidiyindən iyi qoxu, kəskin iyi gəlməsi, sidiyin bulanıq olması, sidiyin qanlı olması və köpüklü olması zulal atılımını göstərən bir şeydir. Bəzən xronik böyrək xəstəsi gəlir, bizim uşaq indiyə kimi sağlam idi, niyə kreatini yüksəkdir, böyrək çatışmazı? Əslində əlamətlərini soruşanda qayıdır 3-5 il geriyə dönəndə bol su içib, çoxlu su içib və tualetə çox getmə simptomları varmış. Bu da bizim böyrək xəstəliklərinin əlamətlərindən biridir. Bundan başqa sidiyə bildiyimiz klassik sidiyə gedəndə yanma şikayətləri ola bilər. Fiziki inkişafdan geri qala bilərlər. Uşaqlar yaşlarından geri qalıb. Bu xronik böyrək xəstəliklərində də aiddir. Və yaxud yeni doğulmuş uşaqlarda da müxtəlif tubulyar xəstəliklərdə qusma ilə da özünü bir üzə verə bilər. Və bu şeylərə valideynlər daha diqqətli olmalıdırlar bu əlamətlərə. Doktor, qidalanma böyrək xəstəliklərinin yaranmasında nə qədər böyük rol oynayır və yaxud da yaranmamasında və qırmızı xəttlər burada hansılardır? Qidalanma təbii ki, böyrək sağlamlığının təməl daşıdır. Burada əsasən bizim ən çox sevmədiyimiz şey duzdur burada. Böyrək ən çox sevdiyimiz millət olaraq böyrək daşının əmələ gətirmə ehtimalı yüksəkdir, təzyiq verə bilir. Ona görə ümumiyyətlə fast foodda duzun miqdarı da çoxdur və bunlar metabolik dəyişikliyə səbəb olaraq böyrək daşının da əmələ gəlməsinə səbəb olur. Paketlənmiş qidalar, bunlarda fosfatın miqdarı yüksəkdir. Bunlar da böyrəyimizə zərər verə bilir. Bundan başqa əsasən yeniyetmə yaş çağlarında gördüyümüz bol zulal qidalanması, yəni zulalın artıq qəbulu və hətta məsələn idmanla məşğuldur, orada əlavə protein ala bilir, zulal qidası ala bilir. Bunlar da böyrəyin filtrasiya sürətinin artması və nəticəsində böyrək zədələnməsinə gətirib çıxara bilir. Doktor, son olaraq bir sualım da var sizə. Ümumiyyətlə, böyrək xəstəliklərindən övladlarımızı qorumaq üçün ən çox nəyə diqqət eləməliyik? Simptomlar önəmlidir və əsasən dediyimiz kimi yeni doğulmuş uşaqlarda, 1 yaşa qədər uşaqlarda sidik yolu infeksiyası yüksək hərarətlə bərabər aşağı temperaturla da ola bilər. Hipotermiya dediyimiz durumdan da gələ bilər, qusma ilə gələ bilər və bu əlamətlərə diqqət etmək lazımdır. Yekun olaraq desək, sidikdən iyi gəlirsə, rəngi bulanıqlığı varsa, təkrarlayan sidik yolu infeksiyalarımız varsa, ağrı, sancı, qarın ağrısı da verə bilir sidik yolu infeksiyası. Bu əlamətlərə diqqət edib mütləq araşdırılması lazımdır və hər dəfə pediatr müayinəsində, ən azından ildə bir dəfə pediatr müayinəsinə gedəndə mütləq şəkildə sidiyin ümumi analizi, bəsit analiz olsa da bir neçə xəstəliyi vaxtında aşkarlamağa kömək edə bilir bizə. Doktor, son bu sualımı da verim, yekunlaşdırıram sizlə suallarımı. Ümumiyyətlə, böyrək xəstəliklərinin vizual olmayan, məsəl üçün sizin dediyiniz kimi görmədiyimiz bir problemi ola bilərmi? Yəni biz onu vizual tutaq ki, sizin bayaq sadaladığınız sidikdən heç bir qoxu gəlmir, infeksiyadan xəbəri yoxdur valideynin. Hər hansısa bir gizli bir xəstəlik ola bilərmi? Ümumiyyətlə, böyrək xəstəliyi və xronik böyrək xəstəliyi səssiz gedir. Ona görə bizə gələndə bu böyüklərə də aiddir, uşaqlarda da elədir. Böyüklərdə məsələn şəkərli diabet var, amma illərdir böyrək bir səsi çıxmadan nəticədə böyrək çatışmazlığına gətirə bilər. Eyni ilə uşaqlarda da bəsit bir sidiyə çox getmə və çox su içmə belə əlaməti bu xronik böyrək çatışmazlığının ilkin əlaməti kimi özünü göstərə bilər. Ona görə daha diqqətli olmalıyıq. Bunlar qırmızı xətlərdir. Çox sağ olun doktor, çox təşəkkür edirik. Siz sağ olun. Ətraflı müsahibə üçün sizə.
Bugünkü maraqlıdır rubrikamızda oyuncaqların tarixindən danışmaq istəyirik. Uşaqların həyatında mühüm rol oynayan oyuncaqlar onların ən qayğısız zamanlarının əvəzedilməz obrazlarıdır. Bütün cizgi filmlərinin qəhrəmanları, eləcə də nağılların obrazlaşdırılmış gəlincikləri, personajları var. Müasir dövrdə hazırlanan digər müxtəlif oyuncaqların istifadə imkanları isə sərhəd tanımır. Həmin oyuncaqlar hətta bir çox hallarda böyüklərin də marağını cəlb edir. Bu ənənə isə ibtidai dövrdə müxtəlif əllə hazırlanmış oyuncaqlardan yadigardır. Lakin onlar indiki kimi yumuşaq materiallardan deyil, daşdan hazırlanırdı. Doğrusu, dünyanın ən qədim oyuncağını təsbit etmək olduqca çətindir. Uzun illər ərzində müxtəlif arxeoloji qazıntılar zamanı ilk sayıla biləcək bir neçə oyuncaq aşkarlanıb. İndiyə qədər tapılanların ən qədimi sırasında 4000 il bundan əvvələ aid kuklabaşı da yer alır. Arxeoloqlar qazıntılar zamanı bu oyuncağı İtaliyanın Pantelleria adasındakı xarabalıqlarda aşkar ediblər. Əvvəlcə bu, dini mərasimlərdə istifadə edilmiş hər hansı heykəl başı hesab edilirdi. Lakin həmin xarabalıqda digər oyuncaq tipli miniatür əşyalara da rast gəlinir. Qədim oyuncaqların sırasında təxminən eramızdan 2500 il əvvələ aid olan yoyolar da məşhurdur. Yunanların icadı olan bu oyuncaq ilkin vaxtlarda əsasən ağacdan və ya metaldan hazırlanırdı. Oyuncaq ipi çəkməklə hərəkətə gətirilən zaman xüsusi diqqət cəlb edirdi. Hazırda da yoyolar müxtəlif növləri ilə uşaqların sevimli oyuncaqları kimi qalmaqdadır. İlk oyuncaq dükanı. Dünyanın ilk oyuncaq mağazasının tarixi 18-ci əsrdən başlayır. İngiltərədə yerləşən Hamleys ən qədim və ən böyük oyuncaqların satıldığı məkandır. William Hamlin'in yaratdığı mağaza ilk dəfə 1760-cı ildə Nuhun gəmisi adı ilə açılır. Dükan Londonun sayılıb seçilən səmtində yerləşdiyi üçün qısa müddətdə yüksək nüfuz qazanır. William'ın ölümündən sonra onun mülkiyyəti ailəsinə keçir. 1881-ci ildə mağazanın idarəçiliyini həyata keçirən Hamlin'in nəvələri ikinci filialı, yəni Joy Emporium adı ilə açırlar. Həmin vaxtlarda dükanda qatar, vaqon dəstləri, müxtəlif kuklalar və digər kiçik oyuncaqlar da satılırdı. Lakin 1901-ci ildə mağazanın ilki olan Nuhun gəmisində yanğın baş verir. Obyekt tamamilə kül olur. Sonralar isə oyuncaq aləminin yaradıcısının şərəfinə dəyişdirilərək adı Hamleys adlandırılmışdı. 1920-ci illər ərzində İngiltərədəki bir çox mağaza kimi Hamleys də maliyyə problemləri ilə üzləşərək bağlanır. Bu hadisələrdən sonra şirkət Walter Lane tərəfindən xilas edilir. Mağaza Walter və qardaşlarının səyləri nəticəsində inanılmaz dərəcədə uğur qazanıb. Sonrakı illərdə səhmlər müxtəlif şəxslərə satılıb. Hazırda Hamleys'in dünyada 170-dən çox filialı fəaliyyətdədir. Kolleksiyada isə 50 mindən çox oyuncaq növü müştərilərə təklif edilir. Barbie və Ken. Kukla deyəndə, yəqin ki, hər kəsin ağlında ötən əsrdə məşhur olan Barbie canlanır. Bu gəlincik Alman komiksinin Lily adlı personajı üzərində modelləşdirilib. Barbie'nin tam adı Barbara Millicent Roberts'tir. Belə adlandırılmasının səbəbi isə Mattel oyuncaq şirkətinin qurucusu Russ Handler'ın Barbie və Kenə qızı Barbara və oğlu Kennet'inin adlarını verməsi olur. İlk dəfə Barbie 9 mart 1959-cu ildə ağqara zolaqlı çimərli geyimində ictimaiyyətə təqdim edilir. Hazırda qiyməti baha olan kuklanın ilki $3 satılır. Kamboca əlifbası dünyadakı ən böyük əlifbadır. Belə ki, bu xalqın əlifbasında 74 hərf var. Tanınmış İngilis dramaturqu William Shakespeare 1700 yeni sözün müəllifidir. Cənubi Afrikada tayfalardan biri xamilyonu rəngli insancıq adlandırır. Kosmosda ilk dəfə danışılan dil isə rus dilidir. Yeni bir dilin öyrənilməsi təxminən 480 saat çəkir. Papua Yeni Qvineyadakı Rotokas dilinin əlifbasında sadəcə 11 hərf mövcuddur. Bu dünyadakı ən kiçik əlifbadır. Fillər vəhşi arı dəstəsini görəndə gürültü ilə səs çıxarırlar ki, başqaları da duyuq düşsün. 18-ci əsrdə nida işarəsi təəccübü ifadə edirdi. Çində ingiliscə Amerika Birləşmiş Ştatlarında olduğundan daha çox danışırlar. Dovşanlar bir əşyanın onlara məxsus olduğunu göstərmək üçün həmin əşyanı özlərinə sürtürlər. Dünyada insanların bir-biri ilə ünsiyyət qurduğu, danışdığı təxminən 7000 dil var. Asminoqlar səs çıxarmaq əvəzinə ünsiyyət quraraq rənglərini dəyişirlər. Toyuqlar öz cücələri ilə yumurtadan çıxmamışdan bir gün əvvəl danışmağa başlayırlar. Dünyada körpələrin əksəriyyəti dil açanda ilk işlətdikləri söz babadır. Əkiz uşaqların öz aralarında yaratdıqları və sadəcə onların başa düşdükləri gizli dilə kriptofaziya deyilir. Körpənin fərqli dillərdəki qışqırıqları fərqli səslənə bilər. Papua Yeni Qvineyada insanlar dünyanın hər hansı bir ölkəsindən daha çox təxminən 840 dildə danışırlar.
Birləşmiş Millətlər Təşkilatının 6 rəsmi dil mövcuddur. İngilis, fransız, ərəb, çin, rus və ispan. Beləcə, daha bir maraqlı buraxılışımızın sonuna gəlib çatdıq. Mütəxəssislərimizə ünvanlamaq istədiyiniz sualları aşağıda qeyd etdiyimiz sosial şəbəkələrimizin mesaj və ya şərh bölməsinə yaza bilərsiniz. Özünüzün və övladlarınızın sağlığını mütəxəssislərə etibar edin. Gələn həftə görüşmək ümidi ilə bugünlük sizlərlə sağollaşırıq. Sağ olun, sağlıqla qalın. Referans Medical Qrupun baş sponsorluğu ilə Anam bilər bitdi.